Sizin kağızınız Mirzə Səfərdədir, üzün köçürdür. Əyləş. Mirzə, mənim kağızımı yaz, aparım. Gözlə, bu saat yazarım. Əlimdə özgə iş var. Sən yəqin məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam. Gözlə. Bilirsən, mən Həsən ağanın qohumuyam. Doğrudan Həsən ağanın qohumusan? Doğrudan. Sən Allah, Həsən ağanın qohumusan. Vallahi Həsən ağanın qohumuyam. Sən Həzrət Abbas, Həsən ağanın qohumusan. Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. Deginən sən Həsən ağanın adamıyım. Sən öl, Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Neynim? Həsən ağanın qohumusan. Gözlə vaxtında kağızını hazır olar, apararsın. Yaxşı, aydındır, danışarıq. Mirzə Səfər. Bəli, cənab naçalnik. Mirzə Səfər. Bəli. Məhər sən yadından çıxartmırsan ki, Həsən ağa kimdir? Məhər sən bilmirsən ki, Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır? Məhər sən bilmirsən ki, Həsən ağa tək bizim yox, cəmahalın atasıdır, ağsaqqalıdır? Yəni, siz də bilmirsiniz ki, Həsən ağa bizim himayədarımızdır? Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur. Həsən ağa bütün şəhəri dağıdar, yandırar. Ona gözün üstə qaşın var deyən tapılmaz. Həsən ağanın qardaşı oğlu bu dəftərxanada növbə gözləməməlidir. Həsən ağanın qardaşı oğlu bu dəftərxanada növbə gözləməməlidir. Gözləməməlidir. Mirzə Səfər, papağını götür, ged buradan. Cənab naçalnik, yəqin elə ki, mən buradan gedəsi olduqda, papağı burada qoymayacağım. Padişahdan alıb yediyin məvacib iki gözünün deşiyindən gəlsin. Mirzə Səfər. Cənab rəis, kobudluğu bəlkə də məvacibin ağzındandır. Mirzə Səfər namuslu adamdır. Cənab naçalnik.